özdə onların ilk fəaliyyət dövründə 18-ci il iyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Bu sənədlərin ən deməli müsbət xüsusiyyəti, yəni bizim üçün oradadır ki, bu sənədlərin əksəriyyətin Azərbaycanlılar deyil, məhz o komissiya, Fövqəladə Təhqiqat Komissiyası başqa millətin nümayəndələri, Polyakları, Ukraynalıları, Yahudiləri, Gürcüləri və başqalarını qəbul etmişlər. Məsələn, indi Türkiyədə belə sənət məcmuələri, sənət topluları çox nəşr eləyiblər, çap eləyiblər. Ancaq ermənilər onlara qarşı münasibəti bu deyir, belə şeylər olmayıbdır. Türklər deyir, özlərindən indi bunları düzəldirlər, yəni özlərindən və bütün dünyaya yayırlar. Yaxşı, bizimkilər elə